kanalıma və videoma xoş gəlmisiniz. Bugün marketə getdim. Biraz evdə işlərim vardı, onları həll edim. Market yaxında olduğuna görə istədiyim vaxt gedə bilərəm. Gedirəm. Belə Bravo'dan alış-veriş eləmişəm. Belə makaron çeşidi almışam doymağın. Bu suplada da istifadə olunur. Belə qəhvə. Həmişə aldığım qəhvə olsa da evdə alıram bir dənə ehtiyatda saxlamaq üçün. Bu çaydan qurtarmışdı. Bu çaydan aldım. Sonra yağ lazım idi. Bu yağdan aldım. Sonra pirenik istədim. Belə qəşəng pirenik aldım. Biraz da şirniyyat aldım. Çayın yağda qəşəng etmək. 2 dənə belə salfet, sumun. Sonra 2 dənə belə sabun aldım. Sonra zeytun yağı aldım. Feri. En sevdiğim qab pastasıdır. Sonra bir cam razı yemək üçün qab aldım. Bu kadar. Buna cəmi 60 manat nə qədər ödəmişəm. Belə inanmıram, bu da 60 manatlıq belə şey olsa, yaxında içinə yağ belə çıxsaq, belə bunlar 60 manat elədi. Bazarlığım bu gün 60 manatlıq oldu. Belə. İndi otağıma gəldim və çekim burada qalır. Mən elə bilmirəm şey 60 manatlıq bazarlıq eləmişəm. 60 yox, 64-94 alış-veriş olur qiymət. Toplam bütün qiymət belə olur. Belə. Ben çay içdim. Burada dağıntım, burada telefonların şeyləri qalır. Belə. Şeyde fabrikten siparişimde gəlib. Fabrikten sipariş vermişəm. Bundan yenə sipariş verdim. Bəyənmişəm. Əsasən gündüz mən vuram kremi, axşam krem vurmuram. Bu dedim ehtiyatlı olsun. Bu kremdən istifadə edirəm. Bu hemen kremindəndir. Lisa. Bundan istifadə edirəm. Bu ehtiyatlı olsun. Belə. Bu bir tane krem var. Özümə əl krem almışam. Bunu da ehtiyatda qalsın. Bunu sümbülü aldım da, amma bu dəfə bundan istifadə edirdim. Dedim biraz dəyişdirəm. Bu da ehtiyatda qoyacağım ki olsun. Kremləri qalsın burada. Bunu da qalsın burada. Bir dənə də bunu bacım sipariş verdi özüm üçün. Bununla məndə də var. Bununla da istifadə edirəm. Dedim yaxşı orada dedi sipariş ver. Belə. Sonra bu kremdən bir dənə də sipariş verib bacım da onu götürüb baxın aparmışdır. Kremdən də o da sipariş verib. Sonra məndə bu kremdən var bu partilərdən. Amma bunu başqa özüm üçün başqa şey üçün almışam. Hədiyyə üçün almışam. Deyim. Ona görə bunu dedim. Bu burada endirimlədir bunlar. 20 qəpikdə belə desəm endirimdədir. Mən 2 manat almışdım. Bunu başqa şey üçün hədiyyə almışam. Belə, bu da fabrikim, siparişim. Belə çay da süzmüşəm üçün. Hepsi kutum için. Bu biraz dağıntı oldu. Şöyle qalsın. Onu deyim ki, heç bir iş bileyim yoxdur fabrikdən. Başqa insanlar başqa sifariş verirəm ki, o mənim sifarişlərim gətir, həm də bacılarım sifariş olanda bir yerdə elə sifariş edib gətirir. Belə. Bu da mənim şeydir. Heç bir iş bilgimiz yoxdur, onu deyim. Mən də ondan alış-veriş edirəm fabrikdən. Belə. Bu da mənim vlogum. İnşallah bir vlogum xoşuna gəldi. Sizdən xahiş edirəm, kanalımı bəyənib abunə olmayı unutmayın. Sağ olun.